Qaraciyər. İkincisi qaraciyərin sintez funksiyasıdır. Belə ki, qaraciyər bədənimizdə bizə lazım olan bir çox hormonların sintezində, həmçinin bir çox proteinlərin sintezində rol oynayır. Belə ki, albumin məsələn, albumini qaraciyərdə sintezlənir və bu qanımızdakı mayenin məhz damarlar içərisində tutulmasında rol oynayır. Əgər albumin az olarsa bir şəxsdə, o zaman həmin maye qanda qalmır, toxuma arası nahiyələrə yığılır və nəticədə məsələn əli, qolu, ayağı şişə bilər, yaxud da qarın boşluğuna maye yığıla bilər. Daha sonra laxtalanma faktorları. Belə ki, qaraciyər laxtalanma faktorlarını sintez edir və bunun nəticəsində bizim qanımız laxtalanır. Yəni qanaxma bir yerdən sonra dayanır. Əks halda və xüsusən də xroniki qaraciyər xəstəliyi olan insanlarda bu funksiya pozulduğuna görə bu şəxslərdə qanaxmaya meyillilik də yaranır, bədənində tez-tez göyərmələr olur məsələn. Daha sonra qaraciyər bir çox xolesterin məsələn, xolesterinin sintezində iştirak edir və xolesterin də